Zaur Quliyev, hüquqşünas, Ən yaşlı eksperti. mediator və indi deyəcəksiniz, vənin arxasında da dayanır. Axı, hər zaman söylüyorum, hüquqşünasdır, mediatordur. Vəsi də var. Və bilirsiniz nədir? Özüm verilişin rəhbəri. Görəsən nədir? Hüququn Səsi proqramı Gözəl, artıq gözəl. Təbrik bu edirik, yaxınlarda təbrik edirik. efirdə olacaq. Bu proqramın Başlayın aparıcısıdır. Eyni zamanda, yəni ssenarini özü yazır, qonaqlar, həmsi Zaura aiddir. Zaur, mən səni təbrik edirəm. Birinci çəkilişiniz də oldu. Yəni, əlini sıxım. İndi, bundan sonra biz sizinlə həm də aparıcı həmkarıq. Bəli, həmkar. Uğurlarınız bol Bu olsun. sizin sayənizdə oldu. Buna görə sizə çox-çox dərin təşəkkür edirəm. Çox dedim, çox gözəl nitqim var. Gəl veriliş hazırlayaq. Çox sağ Mən sizə uğurlar arzulayıram. Motivasiyanı sizdən aldım. Uğurlarınız bol olsun. Zaur müəllim, təbrik edirik. Çox Can sağ sağ olun. olun. Yeni nailiyyətlər. Təşəkkür edirəm. İlk proqramınız nə vaxt olacaq efirdə? İlk proqramımız mənim sizi qədər peşəkar olmadığım üçün o riskə getmədim. Rəhbərlikdən də xahiş elədim ki, ilk veriliş canlı olmasın. İlk verilişi biz artıq Çəkilmiş. çəkdik ötən həftənin şənbə günü. Bu həftənin şənbə günü efirə gedəcək Saat neçədə? 15:00-da. Qoy bir anons verək. Hörmətli televiziya tamaşaçıları, qoy mənə göstərsinlər, bir söyləyim. Hörmətli televiziya tamaşaçıları, həftənin şənbə günləri Zaur Quliyevin təqdimatında Hüququn Səsi proqramı efirdə olacaq. Bu həftədən başlayaraq hər həftənin şənbə günü Zaur müəllimin təqdim etdiyi proqramı izləyin. Hüququn səsidir, hüquqlarınızı bilin və hüquqlarınızı heç vaxt itirməyin. Və düşünürəm ki, Zaurun proqramı çox maraqlı olacaq. Çox maraqlı. Həqiqətən də çox təşəkkür edirəm. Mövzuları həmişə çalışacağam ki, aktual mövzular olsun və sadə, anlaşılan dildə vətəndaşlar üçün daha, yəni müxtəlif peşə sahibləri ola bilər.